İndiki uşaqları biz kitabdan aç, oxu deyib öyrədə bilmərik. Şəhriyar bizim üçün restoran düzəldib. Fizika çətin fəndir, fizika anlaşılması biraz ağır fəndir kimi ön yarğılar var. Görün Səid nə geçək, Pataryan maşın düzəldib. Evdə elektrik problemi yarananda sizdən məsləhət alırlar. Arada olur, bəli. Şar necə yüklüdür? Mənfi. Sağlam blok necə yüklüdür? Mənfi. Bir-biri neynədir bunlar? Cihazların arasında Şəhriyarın hazırladığı lift var. Uşaqlar, bugünkü mövzumuz elektrik cəryanıdır. Fizika müəllimi Aytaç Sadıqova təkcə bir pedaqoq kimi deyil, eyni zamanda ilham verən bir sima kimi tanınır. Onun dərs keçmə üsulu adi çərçivələrdən kənara çıxır. Belə ki, Aytaç müəllimin dərslərində şagirdlər sadəcə dinləyən tərəf deyil, prosesin birbaşa iştirakçısına çevrilir. Salam, sizə Kənanın hazırladığı qaldırıcı kranı göstərmək istəyirik biz Kənanla. Kənan, cihazını izah elə ağıllı. Mən bir kran düzəltmişəm və krana nələr daxildir? Krana bir ədəd şpris vurmuşam və buradan boru keçir. Burada isə bir şpris yerləşdirmişəm ki, bunu rahat qaldırsın və endirsin. Aha, burada içəridə maye var, yəqin ki. İçəridə maye olduğu üçün bunu şpris rahat qaldırıb endirə bilir. Aha. Cihazını işlət görək. Baxın, belə indi endi. Belə göstərək. Aha. İndi belə endi, sonra isə belə qalxdı, sonra təzədən endi. Endirmək olur. Yəni biz şprislərlə idarə edə bilirik. Bəli. Kranımızın maşınımızı qaldıracağını və ya endirəcəyini. Ay Kənan, bu səncə hansı fizika qanununa əsaslanır? Paskal qanununa əsaslanır. Aytaç xanım, əvvəlcə ondan başlayaq ki, sirriniz nədir? Fizika fənnini uşaqlara necə belə bu formada sevdirə bilmisiniz? Birinci sir əslində özüm bu fənni sevirəm. Oradan irəli gəlir. Digəri isə şagirdlər özləri məni məcbur edir. Fizikanın əslində düsturlar toplusu deyil, həyatın bir parçası olduğunu izah etməyə çalışıram. Çünki toxunaraq öyrənəndə, hiss edərək öyrənəndə o yadda qalır. Bir də şagird öyrəndiyini, harda istifadə edəcəyini bilməlidir ki, o ona maraqlı gəlsin və öyrənsin. İndiki uşaqları biz kitabdan aç, oxu deyib öyrədə bilmərik. Çünki onlar sürətli informasiya axınının içində böyüyürlər. Müasir müəllim bilik ötürücü yox, biliyin emal olunmasında bələdçi, fasilitator olmalıdır. Necə oldu ki, sosial şəbəkədə uşaqların işlərini paylaşmağa qərar verdiniz və bu qədər də belə desə insanların marağına səbəb oldu? Onların uğurunu bütün cəmiyyətə göstərmək istədim əslində. Və bu da fizika çətin fəndir, fizika anlaşılması biraz ağır fəndir kimi ön yarğılar var. Bu ön yarğıları qırmaq üçün əslində rəqəmsal platformalarda istifadə etmək istədim ki, apardığımız oyun əsaslı dərsləri, təcrübələri daha geniş auditoriyalara çıxara bilək və fizikanın əslində qorxulan fənn deyil, necə maraqlı bir fənn olduğunu hamıya göstərə bilək. Salam. Bu dəfə Şəhriyar bizim üçün restoran düzəldib. Ətraf aləmin mühafizəsi üçün təkrar emal sayılır bu və ön hissəsi maraqlı formada açılıb yığılır. Aferin. Sağ olun. Super. Necə hazırlamısan bu restoranı? Restoranı elektrik mühərrikini götürmüşəm. Başına konserva qutusunu kəsdiyim bir pərvanə kəsmişəm və onun başına taxmışam. Sonra batareya naqillər qoşmuşam. O naqillər də elektrik mühərrikinə birləşir. Sonra elektron olması üçün adçardan istifadə etmişəm. İstifadə eləyək bunu zəhmət olmasa. Afərin sənə. Böyüyəndə kim olacaqsan? Ya biznesmen olacağam, ya da ki mühəndis olacağam. İnşallah. Aytaç xanım, mənə bir məsələ maraqlıdır. Evdə elektrik problemi yarananda sizdən məsləhət alırlar? Arada olur, bəli. Arada yəni bacara biləcəyim işlər olanda maraqlıdır mənə ümumiyyətcə. İstənilən bir cihaz olanda qurdalayıb içinə baxmaq istəyirəm ki, görüm burada nə baş verib ki, bu belə işləyir.
Evdə xarab olan əşyanızı düzəltmisiniz heç? Olur, çox olur. Birinci növbədə uşaqları sevməlidir yaxşı müəllim. Uşağı sevməlidir və onunla empatiya qura bilmək qabiliyyəti olmalıdır. Şagirdin gözündən dünyaya baxa bilməlidir. Məhz o zaman onun gözündəki sualı anlaya biləcəksən. O şagird o mövzunu başa düşüb, düşməyib, onun gözündən onu yalnız onunla empatiya quraraq anlaya bilərsən.